mən əmmimi görmək istəyərdim. İndi olsaydı. Vüqar Qəmbəroğlu Aslanov 15 iyul 1970-ci ildə Laçın rayonunun Mişli kəndində anadan olub. Almaniyada hərbi xidmət keçib. 1990-cı ildə vətənə qayıdıb. Elə qayıdan kimi də könüllü olaraq özü müdafiə dəstəsinə qoşulub. Qarabağ müharibəsində müxtəlif cəbhələrdə döyüşüb və qəhrəmanlıq göstərib. 1994-cü il martın 14-də növbəti kəşfiyyat zamanı minaya düşərək şəhadətə yetişib. Şəhidlik uca bir zirvədir. Bu zirvəyə çatmaq isə hər kəsə nəsib olan bir iş deyil. Sonu ölümsüzlük olan bu məqamın başlanğıcı da önəmlidir. Bu dünyada yaşayışı, insanlara qarşı münasibəti və ən əsası isə əməlləri insanı bu uca zirvəyə doğru aparan yolun azuqəsidir. Əsrlərdir şəhidlik məktəbinin yaşaması və bütün maniyələrə baxmayaraq ruhumuzda inkişafı bir daha sübut eləyir ki, ölümsüzlüyün yolu məhz bu qapıdan keçir. Bugün haqqında söhbət açacağımız şəhid Vüqar Aslanov da belə igidlərdən idi. İkiz qardaş olmuşuq. Atamız müəllim olub, özü orta məktəbdə bizə dərs keçib. Yəni bir partada, bir məktəbdə oxuyub. Orta məktəbi bitirəndən sonra demək hərbi xidmətə də getmişik, hərbi xidmətdə də bir olmuşuq. Rəhmətlik Vüqar o qədər sevirdi ki, hərbi formanı. Çox təmizkar, nə mənada ki, heç kəs, heç bəlkə də mülki formanı o qədər gözəl, təmiz, saxlayıb giyə bilməz. Vüqar çox tərbiyəli, böyük-kiçik yeri bilən, vətəninə layiq bir oğul böyüdü. Anama ürək sirdaşı kimi yanaşırdı. Qayğıkeş adam idi. Hamısının sevilmisi idi. Bizim ən sevimli sinif yoldaşlarımızdan biri idi. Çox fəal idi, həddən artıq fəal idi. Hansısa bir iş görmək lazım idi. Ən birinci Vüqar çıxardı qabağa ki, bunu mən eləyim. O vaxt Almaniya Demokratik Respublikası gedirdi. Orada biz hərbini keçmişik. Hərbi hissənin rəhbər heyət tərəfindən bizi orada saxlamaq fikirləri var idi. Daha doğrusu təklif də aldıq. Ancaq vətən, torpaq bizi demək, özünə çəkərək biz doğulduğumuz Laçına gəldik. 1990-cı ildə hərbi xidmətdən qayıdan kimi könüllü olaraq özünü müdafiə dəstəsinə qoşulur. Laçının əhalisinin, bax, o biz yaşda olan gənclərin bir xeylisi könüllü olaraq ordu sıralarına qoşuldu. Həmin sıralara qoşulan, ilk qoşulanlardan Habil və Vüqar da var idi. Yəni, əkiz qardaşlar ikisi də heç tərəddüd eləmədən, fikirləşmədən ordu sıralarına qoşuldular. Biz hamımız cəmləşib öz torpağımız uğrunda mübarizədə iştirak etməliydik. Bu bizim müqəddəs borcumuz idi. 1992-ci ildə Şuşa və Laçın rayonları ermənilər tərəfindən zəbt edildi. Vüqarın qulluq elədiyi batalyon Laçını tərk elədi. Az bir müddət sonra ordu hissələrimiz yenidən Laçın rayonunun şimal hissəsini düşmən qüvvələrindən təmizləməyə nail oldu. Bu zaman ən ağır döyüşlər Hoçaz Qayası adlanan ərazidə və onun ətrafında baş verdi. Ən ağır döyüşlərdən biri Hoçaz daşı uğrunda döyüşdə idi. Sonra Ağdərədə qızğın döyüşlər oldu. Neçə erməni demək məhv edildi. Vüqarla döyüşlərimiz çox olub, çox qoçaq idi. Döyüşən ordunun əsas aparıcısı biz yaşda olan gənclərdir. Vüqar da onlardan idi. Vüqar heç vaxt, məsələn, niyə mən sualım verməzdi. Hər yerdə həmişə birinci olardı. Ancaq hansısa qüvvələr tərəfindən əmr verdilər ki, bəs siz buranı tərk eləməlisiniz. Biz imtina elədik ki, biz bir belə şəhid vermişik, bir belə yaralı, bunlar da bizim qardaşlarımız. Biz də şəhid olarıq, buranı tərk eləməliyik. Əmr gətirdilər, oxudular ki, biz bunu icra eləməliyik. Batalyon Füzuli rayonu ərazisinə gətirildi. Əvvəlcə Balabəhmənli kəndinə, sonra isə kənd Horadizə, oradan da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə qədər gəlib çıxan Vüqarın son döyüşü də burada oldu. 2 ay sonra isə atəşkəs elan olundu.
Mən düşdüyüm hərbi hissəyə mənim yerimi heç kim bilmirdi də. Vüqar gəlib mənə tapmışdı Gezə hərbi hissədə. Mənə də söz verdi ki, mart ayında danışmışam komandirinlə. Novruz bayramında gələcəm bir yerdə gedək. Elə evdə bayram qeyd edək, sonra sən gətirəcəm yenə hərbi hissənə. Elə oldu ki, mən də gözəm tabii mart ayı gəldi çatdı. Mən yenə arxayınam ki, gələcək, mən də Zazala bir yerdə gedək. Bayram yerimizdə keçirməyə. Gözlərim gəlmədi. Kəşfiyyatı onunla yerinə yetirib, qaydan baş özü öz təşəbbüsü ilə kənarda bir təpəlik olub. Təpəlikdən də məlumatı ötürmək üçün demək. Həmin yerdən də məlumat götürüb, təpəliyə yaxınlaşanda orada mina olub. 1994-cü il mart ayının 14-ü idi. Səhər tezdən bizə belə bir xəbər gəldi Vüqarın haqqında. Bir neçə müddətdən sonra Topska verdi 10 gün, iki dedi ki, səni bir şərtlə buraxaram, amma gedib 10 gün sonra qaydasın. Gəlib bura çatanda görüm qapıda mağar var, burada heç yenə ağlıma gəlmədi ki, yəni bu. Evə girəndən sonra Vüqarın atası Qəmbər əmi məni görəndə ağladı. Vüqarın nakam ölümündən sonra çox qısa ömür sürən ata və anası, Qəmbər müəllim və Dinara ana üçün yeganə təsəlli yeri Şəhidlər Xiyabanı oldu. Bir də döyüşlərdə Vüqarla birgə iştirak edən, Vüqarla əkiz olan Habilin Vüqarla həddən artıq oxşarlığı. Şəhid olanlar, burada nələr varsa da, ona aid olan bir nələr varsa da, formasının cibindən evdə anam çıxartdı. Orada balaca bir Quran kitabı da çıxartdı, onun cibindən çıxmışdı. Allaha bağlı insan idi. Hər bir kəsin ona qarşı bir sevgisi, istəyi var idi. Elə bir insan idi. Mən əmim haqqında birdən şey bilirəm, onda mən olanda əmim iliydi. Hər bir şəhid olanın qardaşı, valideyni, hər bir kəs fəxr hissi keçirir. O bir tərəfdən də təəssüflənirəm ki, elə bir oğul vaxtsız getdi. İndi o fəxr bilmirəm. Təəssüfü üstəliyir, ya onu deyə bilmərəm, izah eləmək biraz çətindir. Biz heç vaxt onu unutmarıq. Əbədi qəlbimizdə yaşayır, həmişə də yaşayır. Allah Taala onu bu zirvəyə deməli layiq bilmişdi ki, bu insan orada şəhid oldu. Vüqar Aslanov ölümü ilə bir Azərbaycan övladını da şəhidlik dünyasına qovuşdurub. Öz vüqarı ilə, öz qəhrəmanlığı ilə. Özü bu dünyada ailə sahibi olmasa da heç vaxt əmilərini görməyən və yalnız şəkillər və xatirələrlə tanıyan qardaşlarının övladları. Həmçinin bütün Azərbaycan gəncləri üçün örnək bir ömür yaşadı və irs qoydu. Şəhidlərin qanı yerdə qalmayacaq və biz şəhidlərimizlə fəxr edirik. Mən böyüyəcəm və ermənilərdən qisasını alacağam. İnanırıq ki, Qarabağ torpaqlarının işğaldan azad olunması bu balacaların öhdəsinə qalmayacaq. Onlar böyüyəndə azad və firavan Qarabağda xoşbəxtlik nəğmələr söyləyəcəklər. El bilir ki, sən mənimsən, yurdum, yuvam, məskənimsən, anam doğma vətənimsən, ayrılar mı könül candan, Azərbaycan, Azərbaycan. Zəfər təbini, Allah Muhammed ya Əli, vətən oğlu eylə cihad. Şəhidlik olmasa vətən olmaz. Vətən bizə bir əmanətdir. Ona görə də bu əmanəti qorumaq növbəti nəslin üzərinə düşür. Şəhid olan bizim qardaşlarımız, babalarımız, əvvəlki əcdadlarımız, bunların hesabına bu vətən gəlib bu günə çatıb və bundan sonra vətəni qorumaq, onun çiçəklənməsinə nail olmaq yalnız və yalnız Vüqar kimi cəsarətli, qabiliyyətli, heç nədən çəkinmədən, heç nəyi düşünmədən, arxada nə qalır, arxada nə qala bilər, bunlar barəsində heç ağlına da gətirmədən irəli atılan oğulların hesabına ola bilər. Ona görə də gənclərimizə də çağırış edirəm ki, belə gənclərdən nümunə götürmək lazımdır. Qəhrəman, heç kim qəhrəman doğulmur və
heç kəsində mən qəhrəman olmalıyam, mən şəhid olmalıyam deyə bir arzusu olmur. Amma hər kəs bir vətəndaş olaraq öz borcunu dərk edəndə və lazım gələndə ən çətin nöqtələrdə həmin borcunu yerinə yetirmək üçün bacardığı, qabil olduğu hər şeyi ortaya qoyanda o qəhrəman da ola bilir, o yeri gələndə şəhid də ola bilir, o milyonlara nümunə də ola bilir. Mən düşünürəm ki, bu nümunələri biz təbliğ eləməliyik. İndiki nəsillər, gələcək nəsillər onları tanımalıdırlar, bilməlidirlər ki, bu vətənin belə övladları olub. Belə övladları varsa, ən böyük arzumuz olan o itilmiş torpaqlarımızı, işğal altında olan torpaqlarımızı azad eləmək arzusuna çata bilərik. Öz yaşlarına xahişim budur ki, mənim əmim və başqa şəhidlərimizi unutmasınlar.